Beynəlxalq Qadınlar Günü münasibətilə Binəqədi rayonunda müxtəlif tədbirlər keçirilib. 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Binəqədi rayon qadınlarını təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatı Məlahət İbrahim qızı cəmiyyətdə və ailədə xalqımızın milli mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar. Müasir dövrdə də qadınların ölkəmizin ictimai, siyasi, elmi, mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmailov və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü vurğulayıblar. Bildirilib ki, bu ənənələrə sadiq qalan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev qadınların ictimai siyasi fəallığının artırılmasına xüsusi önəm verir. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğu bildirilib. Bayram tədbirində rayonun ictimai, siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın fəxri fərmanlarla təltif olunub. Bədii hissə ilə davam edən tədbirdə qadınlar üçün ziyafət verilib, konsert proqramı təqdim olunub. Bayram münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan şəhid milli qəhrəmanların anaları təbrik edilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şücaət göstərərək igidlik və qəhrəmanlıq sərnaməsi yazan vətən oğulları bəxş edən analar, milli qəhrəmanlardan Vəzir Sədiyevin anası Nənə Qız Sədiyeva, Fərhad Hümbətovun anası Salatın Hümbətova, İbrahim Məmmədovun anası Zinfira Məmmədova və Muxtar Qasımovun anası Şəfiqə Qasımova evlərində ziyarət edilib, onlara Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyi adından ən xoş arzular çatdırılıb və bayramları təbrik olunub. Görüşlərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və icra aparatının məsul əməkdaşları iştirak ediblər. Həmçinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə rayon İcra Hakimiyyəti rəhbərliyi adından rayonun ən yaşlı sakinlərindən olan 105 yaşlı Telli Qurbanova, fiziki məhdudiyyətli idmançı qadın Ziniyyət Vəliyeva, Böyük Vətən müharibəsi iştirakçısının həyat yoldaşı Rəna Əliyeva və öz ömrünü gənc nəslin təhsili və tərbiyəsinə həsr etmiş müəllimə Yaqut Məmmədovaya da evlərində baş çəkilib və bayramları təbrik edilib. Mənsur Həsənov, Namiq Vəliyev, Vüsal Əyyub qızı, xəbərlər.